Baxın uşaqlar. Baba, xanım tələbədir. Baba, görün necə interesli oturur, maşallah. Pristanyanı həqiqətən də belə dərin və yavaş-yavaş oturmaq lazımdır. İndi bu dəqiqəcəyəm, amma bir də səhvini onu izah eləyəcəm. Bayaqdan gördüm. Baba, canlar var. Nəfəsini al içəri oturanda. Yox, yuxarıda nəfəsini vakumu al içəri, yoxsa qrijan çıxacaq. Hop, otur, qalxanda ver, ağaç sağ ol. Nəfəsini polunu al içəri. Oturanda tabanını qaldırma. Baxın uşaqlar, bax. Ağaç sağ ol. Boynu belə çox qaldırma, düz saxla. Qoy yerinə. İndi gəl et çəkməni. Davam elə, uşaqlara bir şey göstərəcəm. Heç nəyə basma. Bax, çok eləyir. 95% düzgün işləyir. Biraz üstündə işləyib təkmilləşməlidir. Təkmilləşmək uşaqlar nədən ibarətdir? Oturmuş profesyonel gördüm. Təkmilləşmək nədir? Birinci səhvi mən sizə belə bir şey göstərim. Bunu xanımlar taxa bilər. Kişilər bundan istifadə eləməsin. Yəni ehtiyat yox. Sənin dərin qız dərisi kimi incə deyil. Bunu qoyuram bir qıraq. Bax, uşaqlar. Bunu. Deməli, elədiyi səhv nə idi? Bax, mən sizə göstərim. Götürübdür. Oturur. Düzdürmü? Oturandan sonra bax, oturdu. Qalxanda boynun beli. Boynu beli eləməyə ehtiyac yoxdur. Bunu oturturursan biraz aşağı. Oturdun. Hop, durdun. Oturdun. Durdun. Nəfəsin var, belə səhv alır. Necə? Aşağı düşəndə buraxmaq olmaz. Vakum bırakır, sabah səndə göbək qricası falan yarana bilər, belin ağrıya bilər, bir çox problem ola bilər. Ona görə də stoykanı almışsan, sən ki, bax, naprujonlu, gərgin qalmışsan, sonra nəfəsi alırsan, polun içəri, məsələn. Hop! Qalxanda verirsən. Düzdür? Sonra oturanda bir balaca ayağın girirsə, bir balaca tabana qalxırdır. Olmaz. Onun üstündə bel içəri, bir dənə buradan çək, biraz belə çək. Bel içəri oturmalıdır. Bu da dalaq çıxmalıdır. Necə? Bax. Oturursan tam naprujonlu tabandan qalxırsın. Bir də əziz xanımlar, məşq eləyərkən sizə məsləhətim odur ki, bax bu saçları yığasınız. Bunları yığın ki, sizə mane olmasın. Yığın, sizə nə lazımdır? Sizə lazımdır ki, keyfiyyətli, səmərəli məşq eləyəsiniz də. Yəni durub orada mod göstərmək susatsız atırsınız, sonra pistanyada və yaxud da digər hərəkətlərdə o yoluna bilər də, belə deyirlər. Bir yerdə deyək. Nə demək istəyəm? Nətəri? Matıq. Ay, sağ ol.